1700 il əvvəl bir adam Tanrı adına danışdığını söylədi və dünya bir daha əvvəlki kimi olmadı. Həzrət İsa'nın gətirdiyi mesaj bir imperatorun maraqları naminə yenidən yazıldı. Həqiqətlər susturuldu və saxta bir Tanrı ortaya atıldı. Və indi o yalanın başladığı yerə 1700 ildən sonra bir papa geri dönür. İznikin nə üçün bu qədər vacib olduğunu və papalığın niyə buranı ziyarət etdiyini izah etdiyim zaman şok olacaqsınız. Çünki 100 il əvvəl İznikdə baş verən hadisələr xristiyan aləmi üçün dönüş nöqtəsi oldu. Çünki burada yaşayan, yaşamaqda olan və yaşayacaq milyardlarla insanın taleyi ilə oynandı. Miladdan dərhal sonraki illərdə Roma imperiyasının mərkəzində sakitcə böyüyən bir din vardı, xristiyanlıq. Həzrət İsa 30 yaşındaykən Fələstin ətrafında Allahın əmrlərini çatdıran bir elçi kimi insanları tək tanrılı dinə çağırırdı. Onlara möcüzələr göstərirdi. Amma həmişə deyirdi, mən Allahın quluyam, o isə tək olan yaradan. O dövrdə və əvvəlində Romada bütpərəstlik hakim idi. Zeus, Olimpos və Poseidon kimi tanrılara inanılırdı. Həzrət İsa gəlib tək bir tanrı var dedikdə ona qarşı sanki müharibə açılmışdı. Lakin Həzrət İsa zaman keçdikcə dinini yayır, bir çox insanı bütpərəstlikdən qurtarmağa davam edirdi. Həzrət İsa dünyadan ayrıldıqdan sonra onun ilahi bir güc, tanrısal bir varlıq olduğu fikri ilk xristiyan topluluqları arasında yayılmağa başladı. Kimisinə görə Həzrət İsa peyğəmbər idi, kimisinə görə isə Tanrının yer üzündəki təzahürü idi. Bu iki fikir xristiyan dünyasını dərin bir böhrana sürüşlədi. Pavlus bu böhranı alovlandıran üçləmə inancının Teslisin əsasını qoyan şəxs oldu. O, Həzrət İsa'ya qarşı çıxmış, onun öyrətdiklərini safıq bir fikir saymışdı. Həzrət İsa'nın Allah qatına yüksəlməsindən sonra Pavlus qəfil fikir dəyişdi və İsa mənə işıq olaraq göründü, mən onun səsiyəm dedi. O, ata, oğul və müqəddəs ruh anlayışını təbliğ etməyə başladı. Həvarilər ona şiddətlə qarşı çıxdılar. Dedilər ki, Həzrət İsa heç vaxt belə bir şey deməyib. Amma Pavlus dedi, xeyr, İsa son axşam yeməyində bütün fikirlərini dəyişdi, dua etdi, özünü qurban verdi və müqəddəs ruhdan danışdı. Yəni Pavlusa görə Həzrət İsa bir anda fikirlərini dəyişərək yeni bir inanc ortaya atmışdı. Bu iftiralardan sonra ata, oğul və müqəddəs ruh anlayışı yayılmağa başladı. Beləliklə Pavlus yeni bir xristiyanlıq, katoliklik inancını yaratdı. Katoliklik sözünün mənası ümumi hər yerə aid deməkdir. Yəni Həzrət İsa'nın gətirdiyi dinin pozulmuş forması bütün dünyaya yayılmaq istəndi. Pavlus həmçinin İsa'nın çarmıxa çəkilməsini insanların günahlarına kəffarə kimi qəbul etdi. Beləliklə insanlar tövbə etmək əvəzinə İsa'ya iman gətirdim, xilas oldum kimi bir anlayışa sahib olmağa başladılar. Amma biriləri buna qarşı çıxacaqdı. Miladdan sonra 318-ci ildə Misirin İskəndəriyyə şəhərində yaşayan Arius adlı bir rahib dedi, Tanrı birdir və İsa Tanrı deyil, o da digərləri kimi yaradılmışdır. O gerçək inancı qorumaq istəyirdi. Amma Atanasius və digər ruhanilər ona qarşı çıxdılar və Həzrət İsa'nı ilahi bir varlıq kimi gördülər. Dövrün Roma imperatoru Konstantin bu dini parçalanmanı görüb xristiyanlığı birləşdirərək imperiyasını gücləndirmək istəyirdi. Bunun üçün böyük bir toplantı təşkil etməyə qərar verdi, İznik konsili. Miladdan sonra 325-ci ildə 300-dən çox din adamı İznikdə toplandı. İznik konsili xristiyanlıq tarixinin ən kritik nöqtəsi oldu. Putlara inanan və Tanrı anlayışı olmayan Konstantin bu konsildə İsa'nın peyğəmbər olduğunu qəbul etdirməyəcəkdi. Ancaq Roma üçün bu dini qəbul etmək məcburiyyətində idi. Çıxış yolunu tapdı, İsa'nı Tanrı kimi göstərmək. Beləliklə insanlar tək Tanrıya deyil, İsa'nın da Tanrı olduğuna inansınlar. Konstantin bu fikri bütün din adamlarına zorla qəbul etdirdi. İznikdə toplanan bu ilk konsil xristiyanlıq inancını dəyişdirdi. Amma Arius və onun kimi düşünənlər bunu qəbul etmədilər. Əksəriyyət isə maraqları naminə Konstantinə tabi oldu. Nəticədə Arius'un fikirləri safqın elan olundu və kafirliklə suslandı. Atanasius'un fikirləri və Konstantinin dəstəyi ilə qəbul edildi.
Tanrı təkdir, lakin üç şəxsiyyətlidir, ata, oğul və müqəddəs ruh. Teslis inancı rəsmi doktrina halına gəldi. Arius sürgün edildi, kitabları yandırıldı. Sonralar Arius'un güya ilahi ədalətlə xəstələnərək öldüyü dedildi. Amma bəzilərinə görə o Konstantin tərəfindən zəhərləndi. Beləliklə Konstantin və Pavlusun istəyi oldu. Xristianlıq dini İznikdə yıxılıb yenidən formalaşdırıldı. Papa məhz buna görə İznikə gələcək. Pavlus, Konstantin və ruhanilərin Həzrət İsa'nın öyrətdiklərini pozub xristianlığı dəyişdirmələrinin 1700-cü il dönümü üçün Katolik kilsəsinin rəhbəri Papa Fransisk İznikə gəlmək istəyirdi. Amma ömrü çatmadı. Onun yerinə gələn 14-cü Leo bu il İznikə səfər etməyi planlaşdırır. Yeni Papa seçiləndə demişdi, mənim əsas vəzifəm ata, oğul və müqəddəs ruhu eyni inanca malik olan insanlar arasında tam birliyi təmin etməkdir. Papa görünüşdə konsilin il dönümünü qeyd etməyə gəlir, amma pərdə arxasında bu ziyarətin daha dərin mənası var. Hal-hazırda ilk konsilin harada keçirildiyi dəqiq bilinmir. Amma bəlkə də yeni bir kəşf bunu ortaya çıxara bilər. 2014-cü ildə təsadüfən tapılan su altında qalmış bir bazilika diqqət çəkdi. Vatikan bir freska baxır, bu freskdə ilk konsil təsvir olunmuşdur. Rəsmə görə toplantı gölün kənarında baş tutmuşdu. Su altındakı bu bazilika gölün düz yanında yerləşir. Zamanla zəlzələ nəticəsində yıxılıb su altında qalıb. Araşdırıldıqda ön divarın altında bəzi məzarların olduğu aşkar edilib. Bunlar kimlərin məzarlarıdır və niyə buraya dəfn olunublar? Bu bazilika bəlkə də bir çox sirri özündə saxlayır. Papa bura bu sirləri öyrənmək üçün gəlmək istəyir. Çünki buradan çıxacaq bir məlumat, məsələn, Həzrət İsa ilə bağlı bir həqiqət tarixin axarını dəyişə bilər. 1700 ildən sonra bir Papa ilk dəfə İznikə gələcək. Bu həm katolik, həm də pravoslav dünyası üçün simvolik əhəmiyyət daşıyır. İki məzhəb İsa'nın Tanrı olub olmaması mövzusunda heç zaman razılaşmadı. Tarix boyunca İstanbulun 1453-cü ildəki fəthində belə birləşmədilər. Heç bir müharibə onları birləşdirə bilmədi. Xristianlıq bu bölünmə özündən dünyadakı təsirini itirdi. Amma bir gün bu dəyişsə və onlar birləşsə tarix yenidən yazılar. Bölünmüş bir inanc nə qədər güclü ola bilər ki? Amma birləşsələr yaranacaq güc təkcə dini deyil, siyasi balansı da alt-üst edər. Və bu səbəbdən Papanın İznikə gəlişi heç də təsadüfi deyil. Bəlkə də bu sadəcə bir ziyarət yox, bir siqnaldır. 1700 il əvvəl burada bir inanc parçalanmışdı. Arius'un İsa yaradılmamışdır sözləri yankılananda kilsələr titrəmişdi. İmperator Konstantin də daxil olmaqla hər kəs bir yalana inanmaq məcburiyyətində qalmışdı. İndi isə eyni torpaqlara yenidən bir papa ayaq basacaq. Bəlkə də bu dəfə təkcə keçmişi deyil, gələcəyi də dəyişdirmək üçün.